Salam əziz şagirdlər. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bugün sizinlə birlikdə ingilis dili qrammatikasının ikinci mövzusu olan the noun isim bölməsinə başlayırıq. Dərslərimiz haqqında ətraflı məlumat almaq istəyirsinizsə, ISOTix Instagram səhifəmizə yaza bilərsiniz. Başlayaq. The noun, yəni isim. İsmin morfoloji quruluşu ilə dərsimizə başlayacaq. Morphological composition of noun. İsim nəyə deyilir? İsim əsas nitq hissələrindən biri olmaqla əşyanın adını bildirir. Azərbaycan dilində də öyrəndiyimiz kimi əşyanın adını bildirən əsas nitq hissəsi hansı idi? İsim. Yaxşı, bəs hansı suallara cavab verir? Kim, who, nə, what suallarından birinə cavab verir. Biz cümlədə ismə necə rast gələ bilərik bəs? İsim 4 formada özünü cümlədə göstərir. Canlı varlıqları göstərən isimlər. Məsələn, ata, father, ana, mother, teacher, müəllim, a man, she, a woman, qadın, a grandmother, nənə və s. Yer bildirənlər. Yer bildirən isimlər a room, otaq, a village, kənd, a region, a stadion kimi isimlərdə özünü göstərə bilər. Əşya bildirən isimlər. Bildiyimiz, ətrafımızda gördüyümüz əşyalar. A table, stol, a sweet, costume. Məsələn, a book, kitab, a notebook, dəftər, misal göstərə bilərik. Mücərrəd məfhumları bildirən isimlər. Mücərrəd isimlər ümumiyyətlə nədir? Azərbaycan dilində də öyrəndiyimiz kimi gözdə görülə bilməyən isimlər. Bura həmin sözlər ingilis dilində də əlbəttə ki var. Respect, hörmət, love, sevgi, friendship, dostluq və s. kimi sözləri aid edilə bilərik. Mücərrəd isimlər haqqında aşağıda ətraflı öyrənəcəyik. İndi başlayaq. Quruluşuna görə isimlərə. Quruluşuna görə isimlər 3 cür olur. Sadə, düzəltmə, mürəkkəb isimlər. Sadə isimlər. Sadə isimlər simple nouns. Hansı isimlərdir? Yalnız kökdən ibarət olan, yəni tərkib baxımından ayrı-ayrı hissələrə bölünməyən isimlər. Məsələn, misal göstərə bilərik. Car, maşın. Gördüyünüz kimi nə sözün sonunda, nə sözün əvvəlində heç bir şəkilçi yoxdur. Deməli, car bir kökdən ibarət olub sadə isimlərə aid edilir. Bed, yataq, city, şəhər, face, sifət, map, xəritə və s. kimi sözləri bura aid edə bilərik. Sadə isimlərin bəzi formaları var. Yəni, bir çoxu formaca feillərlə eynidir. Yəni, bu nə deməkdir? İngilis dilində bəzi sözlər var ki, onlar həm isim kimi istifadə olunurlar, həm feil kimi istifadə olunurlar. Məsələn, answer. İsim kimi istifadə olunduqda cavab deməkdir. Cümlədə cavab mənasına gəlir. Ancaq to answer, yəni ismi feildən fərqləndirən nədir? To. To answer cavab vermək anlamına gəlir. Work iş, to work işləmək mənasını verir. Gördüyünüz kimi burada tərcümə baxımından answer cavabdır, to answer cavab verməkdir. Yəni tərcümədə biz sözü tərcümə etdikdə İngilis dili forması ilə İngilis dilində isim forması ilə feil forması tərcümə olunduqda cavablar bir-birinə bənzəyir. Tərcümələr bir-birinə bənzəyir. Work işdir, to work işləməkdir. Answer cavabdır, to answer cavab verməkdir. Lakin bəzi isimlər də var ki, onlar həm isim kimi istifadə olunurlar, həm feil kimi istifadə olunurlar və bir-birlərindən yalnız vurğuya görə fərqlənirlər. Lakin tək fərq burada qalmır. Bəzən biz bu sözləri tərcümə etdikdə onlar isim forması ilə feil forması bir-birindən tamamilə fərqlənir tərcümə baxımından. Məsələn, object, obyekt deməkdir. İsim olduqda obyekt deməkdir. Object. Vurğu birinci hecada olur, yəni o-ya düşür. Lakin feil formasında object, etiraz etmək, b-yə düşdü. Object, etiraz etmək anlamına gəlir. Vurğu ikinci hecaya düşdü.
Bu zaman o etiraz etmək anlamına gəlir. Gördünüz, obyekt və etiraz etmək bir-birindən fərqli mənalar verir. Lakin cavab və cavab vermək bir-birinə bənzər mənalar. Yəni ismin olduğu kimi feil formasını verdi. Burada isə tamamilə tərcümələr fərqləndi. Gəlin başqa bir nümunədə baxaq. Məsələn, present, hədiyyə. İsim formasında present. Burada harda oldu? Present. P-yə düşdü. Yəni birinci vurğuya düşdü hecada, birinci hecaya düşdü. Vurğu birinci hecaya düşdü. Bu zaman hədiyyə anlamına gəldi. Gəlin ikinci hecada vurğu düşdükdə necə olur? Present. Present. Baxın, present. Təqdim etmək anlamına gəldi. Birinci hədiyyə oldu, ikinci təqdim etmək oldu. İngilis dilində lüğətimizi inkişaf etdirdikcə bu tip sözlərlə çox rastlaşacağıq. İndi gəlin düzəltmə isimlər haqqında biraz öyrənək. Kök və söz düzəldici şəkilçilərdən ibarət olan düzəltmə isimlər derivative nouns adlanır. Kök və söz düzəldici şəkilçilərdən. Yəni bu nə deməkdir? Biz ingilis dilində sadə isimlə düzəltmə isim düzəldən zaman həm sözün şəkilçilərdən, həm də söz sonu şəkilçilərdən istifadə edirik. Söz sonu şəkilçilərə sufikslər, söz önü şəkilçiləri isə prefikslər deyilir. Gəlin söz sonu şəkilçilər haqqında biraz öyrənək. Məsələn, biz burada ən çox yayılmış isim düzəldən şəkilçilərə s-sı, yəni actress. Act nədir? Hərəkət. Actress, aktrisa. Wait, gözləmək. Waitress nədir bəs? Qadın, ofisant. Məsələn, burada var attend. Baxın, sözün kökü attenddir. Nədir? İştirak etmək. Attendance, iştirak. Prefer, üstün tutmaq deməkdir. Preference, üstünlük deyə bilərik. Employ nədir? İşə götürmək. Employee nədir? İşçi. Sonra burada var, baxın, ii artırıldı. Yuxarıda attendance-da ansa, ense şəkilçilərindən istifadə olundu. Məsələn, length, uzun, length, uzunluq deyə bilərik. Ship, burada nə var? Friend, dost, friendship, dostluq. Bəzən elə olur ki, isimdən isim də düzəldir. Əlbəttə, baxın, burada length uzun oldu, sifətdən isim düzəltdi, uzunluq verdi. Prefer, üstün tutmaqdır, feildir. Preference, üstünlük deməkdir. Feildən isim düzəltdik. Deməli, sifətdən isim düzəltdik, isimdən isim düzəltdik və bu şəkilçilərimiz bir çox formada özünü göstərir. Məsələn, dom, king, kingdom, kral, krallıq kimi özünü göstərir. Hood, child, uşaq, hood şəkilçisi əlavə elədi, uşaqlıq. Kind, mehriban, kindness, mehribanlıq. Və bu tip çoxlu bizim şəkilçilərimiz var ki, bunların hər birini əzbər bilsək bizim üçün çox faydalı olar. Çünki biz testlərdə bu tip şəkilçiləri əzbərə bilməliyik ki, sözlərin isimə çevrilib çevrilmədiyini ayırd edə bilək. Həmin bu şəkilçilər vasitəsilə də sözləri asanlıqla fərqləndirə biləcəyik. Keçək prefix, yəni söz önü şəkilçilər. Sufikslərdən fərqli olaraq bir nitq hissəsindən başqa nitq hissəsi düzəltmir. Onlar sözə əlavə olunmaqla sözün mənasını dəyişdirirlər. Burada bilməli olduğumuz şəkilçilər 4 dənədir. This, an, mis, in. Məsələn, gəlin baxaq. This. Advantage nədir? Yəni əlverişli, avantajlı. Disadvantage nədir? Əlverişsiz və yaxud da dezavantaj. Belə yaza bilərik. Sonra employment nədir? İş, məşğulluq. Qarşısına əlavə edib unemployment nə olur? İşsizlik. Məsələn, employ özü nə idi? Bayaqlarım dedik, işə götürməkdir. Employment özü işdir, unemployment də işsizlikdir. Yəni, burada görün, employdan employment düzəldib, unemployment də işsizlik olaraq 2 dəfə düzəltmə şəkilçisindən hətta istifadə edib. Misconduct,
Baxaq, conduct nədir? Davranış. Misconduct pis davranış deməkdir. Conduct. Məsələn, başqa bir nümunə göstərək. İnə aid inaccuracy. Accuracy nədir? Dəqiqlik. Inaccuracy qeyri-dəqiqlik. Misal göstərək bilərik. Deməli, şagirdlər nə öyrəndik? Bir dənə də təkrarlayaq. Sadə düzəltmə isimlərdən. Sadə isimlər necə oldu? Kökündən dəyişməyən, yəni tərkib baxımından ayrı-ayrı hissələrə bölünməyən isimlər oldu. Simple nouns adlandı. Düzəltmə isimlər necə oldu? Suffix söz sonu şəkilçilər vasitəsilə və prefix söz önü şəkilçilər vasitəsilə isimdən, feildən, sifətdən, isim düzəldən şəkilçilər oldu. İndi gəlin baxaq mürəkkəb isimlərə. Mürəkkəb isimlərin də qaydası sadədir. Bildiyimiz kimi iki sözdən ibarət olan sözlərdir. İki sözdən ibarət olan, yəni iki isimdən, yaxud sifət və isimdən birləşib düzələn isimlərdir. Yəni sözlər bir araya gəlib mürəkkəb sözləri yaradır. Bu sözlərdə vurğu bir qayda olaraq birinci sözün üzərinə düşür. Onlar ya bitişik, gördüyünüz kimi bitişik, ya defislə, ya da ayrı-ayrı yazılırlar. Aşağıda mürəkkəb isimlərə aid bir çox sözləri yazmışıq. Yəni burada qeyd eləmişəm. Əldə etmək istəsəz materialımızda görərsiniz. Əzbərləriniz üçün də faydalı ola bilər. Gəlin baxaq. Pipeline, boru xətti. Toothbrush, baxın tooth, diş, brush, fırça, toothbrush, diş fırçası. Moon, ay, light, işıq, moonlight, ay işığını yaradıb. Blackboard, gəlin baxaq. Black nədir? Qara. Yəni nədir? Sifət. Board nədir? Lövhə. Blackboard ikisi birləşib nə yaradıb? Lövhə sözünü yaradıb. Yəni qara lövhə mürəkkəb söz yaradıb. Yəni board isimdir, black sifətdir. Sifətlə isim birləşib bir dənə söz olan mürəkkəb ismi yaradıb. Dancing girl. Bax, bu nəyə aiddir? Defislə yazılan mürəkkəb sözlərə aiddir. Rəqqasə deməkdir. Deməli, rəqs edən qızı nə eləyib? Rəqqasə kimi göstərib, yəni mürəkkəb sözə çevirib. Bir digər forması var mürəkkəb isimlər. Söz önü ilə bağlanmış iki isimdən ibarət olan mürəkkəb isimlər. Söz önü ilə bağlanmış. Baxın, söz önü ilə bağlanmış. İki isimdən ibarət olan mürəkkəb isimlər. Zaten bildiyimiz kimi mürəkkəb isimlər iki sözdən ibarət olur. Bu iki söz bir-biri ilə ya bitişik yazılır, ya ayrı yazılır, ya da defislə yazılır. Bir də var, söz önlü vasitəsilə iki sözü bir-birinə birləşdirir. Daughter-in-law, burada in, law və daughter sözünü birləşdirib gəlin sözünü yaradıb. Daughter-in-law mənası nə oldu deməli? Gəlin. Editor-in-chief, baş redaktor. Editor sözü ilə şef sözü in vasitəsilə birləşib nə yaradıb? Baş redaktor. Gəlin aşağıdakı nümunələrdə baxaq. Məsələn, armchair birləşib ikisi sözü arm, qol, chair, stol. İki dənə söz, baxın, fərqli məna verir. Lakin birləşib kreslo anlamına gəlib. Bedroom, yataq, room, otaq, yataq otağı, yəni bildiyimiz kimi birləşdirib yataq otağı anlamını verib. Bəzən elə olur ki, məsələn, arm, qol, chair, stool fərqli sözlər olur. Birləşib bir söz əmələ gətirir. Bəzən də elə olur ki, bedroomda olduğu kimi yataq otağı ikisi birləşdi ilə yataq otağı sözünü əmələ gətirdi. Birth, doğulmaq və yaxud da doğum, day, gün. Doğum günü, ad günü hesab olunur. Birthday ola bilər. Car park, qaraj. Baxın, ayrı-ayrı yazılıb. Car, maşın, park, park etmək məsələn deyə bilərik. Car park, qaraj. Sonra burada var fərqli olaraq dining room defislə yazılıb sözlər. Baxın, yemək otağı, dining room defislə yazılıb.
və bir çox sözlər burada var. Deməli, nə öyrəndik? İsmin 3 forması var. Sadə, düzəltmə, mürəkkəb. Sadə isimlər simple nouns, düzəltmə isimlər derivative nouns, mürəkkəb isimlər compound nouns. 2 sözdən ibarət olub bir söz əmələ gətirən isimlər. Keçdik. Classification of nouns. İsimlərin təsnifatı. Əlbəttə ki, isim mövzusu bir yandan rahat dərsdir, bir yandan əzbəri çoxdur, bir yandan da çox uzun dərsdir. Ona görə biz bugün sizdə isimlərin müəyyən bir hissəsini öyrənəcəyik. Növbəti dərsdə isə ismin geridə qalan hissəsini öyrənəcəyik. Classification of nouns. İsimlərin təsnifatı. Başlayaq. İsimlər təsnifat baxımından 2 yerə bölünürlər. Yəni, mənasına görə isimlər. Ümumi isimlər, xüsusi isimlər. Xüsusi isimlər nədir? Azərbaycan dilində də bildiyimiz kimi müəyyən şəxslərə, anlayışlara, ərazilərə, əşyalara verilən adları bildirir və hər zaman deyə bilərik ki, böyük hərflə yazılır və hər zaman böyük hərflə hər zaman böyük hərflə yazılır. Hər zaman böyük hərflə yazılır dedikdə bu xüsusi isimlərdə aid eləyə bilərik. Məsələn, xüsusi isimlərdə şəhər adlarına, ölkə adlarına, Həzə Aslanov, məsələn, metro. Həzə Aslanov mənim ağlıma ilk öncə metro adı kimi gəldi. Amma məsələn, insan adı ilə soyadı da ola bilər ki, bu da hər zaman böyük hərflə yazılır. Novruz bayram adı olaraq hər zaman böyük hərflə yazılır. Lakin məsələn, gün, aydır, Monday, bu tip sözlər əlbəttə ki, bəli, ingilis dilində davam edək. Mesaj gəldi, bütün fikrimi yayındırdı. Monday, yəni həftə içi sözləri Monday, ay adları, yəni ilimizin ay adları June, July, bütün bu sözlər deməli nə olur? Hər zaman böyük hərflə yazılır. Zaten Azərbaycan dilinin qrammatikasında da bilirik. Yəni ölkə adları, şəhər adları, həftənin günləri, ay adları, bayram adları, insan adı və soyadı hər zaman böyük hərflə yazılır cümlənin yerindən asılı olmayaraq. Ümumi isimlər, common nouns. Demək, xüsusi isimlər necə oldu? Proper nouns. Ümumi isimlər, common nouns. Azərbaycan dilində də bildiyimiz kimi bütöv bir sinfə aid şəxsləri, əşyaları, anlayışları bildirir. Ümumi isimlərin xüsusi isimlərdən fərqi nədir? Onlar həm böyük hərflə, həm kiçik hərflə yazıla bilərlər. Lakin cümlənin başında gəldikdə ümumi isimlər böyük hərflə yazılır. Yaxşı, misal göstərə bilərik. A doctor, a composer, a history, yəni həkim, composer, bəstəkar, history, tarix və s. Yaxşı, ümumi isimlər öz növbəsində sayılan və sayılmayan isimlərə ayrılırlar. Bunlara nə deyirik? Baxın, ingilis dilində əsas bilməyimiz gərəkən nöqtələr. Ümumi isimlər öz növbəsində sayılan və sayılmayan isimlərə ayrılırlar. Sayılan isimlər countable nouns, müəyyən, ölçüyə, formaya malik olan və bu səbəbdən də müvafiq vahid ilə, ölçü ilə ölçülə bilən isimlərdir. Sayılan isimlər countable nouns. Yəni countable nounsla uncountable, yəni sayıla bilməyən isimləri bir-birinə fərqləndirmək üçün əlbəttə ki, müəyyən bir lüğət var. Həmin lüğəti əzbər bilmək lazımdır. Həm bu sizin ingilis dilində olan lüğət bazanızın artmasına kömək olur, həm də ki, testləri asanlıqla işləməyiniz üçün çox vacibdir ki, countable nouns, uncountable nounsları əzbərə biləsiniz. Countable nouns nədir? Deyir ki, müəyyən, ölçü formaya məlik olan və bu səbəbdən də müvafiq vahidlə ölçülə bilən isimlər. Məsələn, a coat palto, 5 coats, 5 palto. An hour, 1 saat, 7 hours, 7 saat. Ona görə, yəni
sayılan isimlərin həm tək forması olur, həm cəm forması olur. Cəm formasının olması üçün də nə lazımdır? Yəni onları vahid ölçü ilə ölçülə bilən, cəm şəkilçisi qəbul edə bilən şəkilçilərlə işləyə bilən sözlər. Lakin sayılmayan isimlərdə bunlar tam tərsinədir. Dəqiq ölçüyə və formaya malik olmayan və bu səbəbdən sayıla bilməyən əşya və anlayışları bildirir. Yəni sayıla bilməyən sözlərin qarşısına biz götürüb nə edirik? Məsələn, 5 number əlavə eləyə bilmərik və yaxud da ona cəm şəkilçisi əlavə eləyə bilmərik. Çünki onlar sayılmayan isimlərdir. Sayılmayan isimlərin bəzi formaları var. Maddə və material adlarını bildirən isimdir. Silver, gümüş, snow, qar, wool, yun. Bax, bunlar sayılmayan isimlərdir. Yəni, sən silver'a məsələn S şəkilçisi əlavə eləyərək onu cəmləşdirə bilməzsən. Snow'a məsələn 7 snow, 7 qar deyə bilməzsən. Çünki o sayıla bilməyən isimdir. Mücərrəd anlayış bildirən isimlər. Bayaq yuxarıda vurğuladığım kimi gözlə görülə bilməyən isimlər, yəni mücərrəd isimlər nədir? Sayıla bilməyən isimlərdir. Beauty, gözəllik, love, sevgi. Məsələn, loves, sevgilər. Yəni, bu, bəlkə də Azərbaycan dilində və yaxud da Türk dilində sevgilərimizi iletirik deyirlər falan. Amma, yəni, İngilis dilində belə bir söz yoxdur. Loves deyə bilmərik. Love sadəcə təkdə işlənir, yalnız tək forması olur və nə nömrə olaraq 7 love və yaxud da S şəkilçisi, cəm şəkilçisi qəbul etmir. Darkness, qaranlıq, eynisi bu sözlərin hamısına, yəni uncountable siyahısına, listesinə aid olan bütün sözlərə aiddir. Sayıla bilməyən isimləri bəs biz onları necə ölçü vahidləri ilə? Biz onların qarşısına nömrə yaza bilmərik, ya da onlara cəm şəkilçisi qəbul edə bilmərik. Bəs biz onları necə, hansı vahidlə göstərə bilərik deyirsinizsə, ölçü vahidləri ilə göstərə bilərik. Məsələn, bunları a slice of, bir dilim. Məsələn, gəlin burada misal göstərim. Bread, çörək deməkdir. Sayıla bilməyən isimdir. Deyirəm ki, mən bunu ölçü vahidi ilə göstərmək istəsəm, a slice of bread, bir dilim çörək kimi göstərərəm. Məsələn, tea, çay deməkdir və sayıla bilməyən isimdir. Desəm ki, mənə bir fincan çay ver, a cup of tea istifadə eləyirəm. Yəni, bu formada ölçü vahidisi əlavə eləyərək cümlədə istifadə eləyəcəm. Sonra burada var a bowl of, bir kasa, a kilo of, a piece of, bir parça, a pair of, məsələn, socks, corablar, a pair of, bir cüt corab. Formasında, bax, bu formada istifadə eləyirik. Əgər biz bu cümləni, necə deyim, slices of bread formasında verə bilərik. Yəni, burada bread cəmlənə bilməsə də, ofun ilk tərəfində olan bu slice hissəni və yaxud da game hissəni, loaf hissəni, yəni ölçü vahidlərini cəm formasında göstərə bilərik, slices. Bu zaman əlbəttə ki, gedir, silinir, bunları öyrənəcək. Yəni, birinci hissəni, ofun birinci hissəsini, ölçü vahidlərini cəmləşdirə bilərik. Lakin breadi cəmləndirə bilmərik. Ona görə də bu nə deməkdir? Sayıla bilməyən isimləri həcmindən danışan zaman bu ölçü vahidləri vasitəsilə onlardan cümlədə istifadə eləyirik. Və bunları əzbər bilmək lazımdır. İndi keçək. İsimlərin bəzi formaları var. Əlbəttə ki, bununla qalmır. Yəni, əzbərə bilməyəli olduğumuz bir çox isim formaları var və bunlarda kollektiv nouns, yəni toplu isimlər də aiddir. Bütöv bir vahid kimi başa düşülən bir qrup əşyanı və ya şəxsi bildirən isimlər toplu isimlərdir.
Yəni, məsələn, ordu bir çox əsgərdən, yəni minlərlə əsgərdən ibarət olan bir toplumdur. Army adlanır ingilis dilində. Buna görə də ona yəni bir çox əsgəri birləşdirib bir dənə sözlə, army sözü ilə əvəz ediblər. O da ordu anlamına gəlir. Məsələn, partiya, family, ailə, family deməli toplu isimdir. Ailə bir çox üzvlərdən ibarət olduğu üçün ona da toplu isim deyirlər. Amma ailələr anlamına, yəni bu sözlər də cəmlənə bilirlər. Ordular, partiyalar, ailələr. Lakin bir anlam verir. Ailə. Adətən toplu isimlər sayılan isimlərdən fərqlənmir. Bax, sayılan, countable nounsdan fərqlənmir. Və sayılan isimlərə xas olan morfoloji xüsusiyyətlər, tək və cəm formasının olması, qeyri-müəyyən və müəyyən artikellə işlənməsi burada aiddir. Məsələn, gəlin bura misal göstərək. Ailəni tək formada göstərək. Our family is small. Burada nədir? Təkdədir. Family sözü təkdədir. Bizim ailəmiz kiçikdir. Cümlə mənasına gəlir. Bizim ailəmiz kiçikdir. Gəlin, indi ailə sözünü cəmdə istifadə edək. There are 15 families in our house. In our, gəlin building yazaq. Nə anlamına gəlir? Bizim binamızda 15 ailə var. Bizim binamızda 15 ailə var. Burada nə oldu? Families cəmləndi və eyni zamanda da 15, yəni 15 say ilə birlikdə işləndi. Eyni sayılan isimlərdə olduğu kimi. Davam edək. Sonra burada var bizim nə? Toplu isimlər bütöv bir məfhum kimi nəzərdə tutulduqda xəbər təkdə işlənir. Görək bu cümlə nə anlama gəlir? Məsələn, his family consists of 5 people. Onun ailəsi 5 nəfərdən ibarətdir. Onun ailəsi 5 nəfərdən ibarətdir. His family, onun ailəsi. Burada xəbər nədir? Consist. Yəni ibarət olmaq. Biz xəbəri düzəldən zaman, yəni feillərdə, hələ ora çatmamışıq, amma feillərin tək formasını düzəldən zaman ona s əlavə olunur. His family consists, yəni bu üçüncü şəxslə biz feil istifadə edən zaman s əlavə etməliyik. Bu da onun xəbərinin təkdə olduğunu göstərir. Buna görə də his family consists of 5 people. Onun ailəsi 5 nəfərdən ibarətdir mənasını verir. Gördünüz, consists family ilə birlikdə bütöv bir məfhum kimi istifadə olunduğuna görə xəbərimiz təkdə oldu. Bir nümunə də düşünün. Məsələn, deyə bilərik ki, this army is very strong. Bu
ordu çox güclüdür. Bu ordu çox güclüdür. Burada army ordu mənasını verdi. Bütöv bir məful kimi işlədi və mən onun xəbərini, xəbər burada nədir? Is təkdə verdim. This army is very strong. Və siz fikir versəniz, bütöv bir məful kimi istifadə olunduğu üçün this istifadə elədim. This istifadə eləmədim. Həm biz bunu xəbərdən görə bilərik, həm də thisdən görə bilərik ki, army burada ordu mənasını verdi və bütöv bir məful kimi nəzərdə tutuldu. Həm xəbərimiz də burada nə oldu? Təkdə oldu. Ayrı-ayrı, indi keçək bu hissəyə, ayrı-ayrı şəxsləri yaxud əşyaları nəzərdə tutduqda toplu isimlər cəmlik bildirir. Ayrı-ayrı şəxsləri yaxud əşyaları nəzərdə tutduqda toplu isimlər cəmlik bildirir. Bəs buna nə misal göstərə bilərik? Gəlin yazaq. When, onu düzəldərəm. When I entered the room, the family were sitting at the table. Mən buranı düzəldim. Deməli, burada nə oldu? Family bizim nəyimiz idi? Toplu isimimizdir, hə. Burada nə deyir? Ayrı-ayrı şəxsləri. Bax, burada ayrı-ayrı şəxslər deyil. Yəni, ailə üzvləri. Mən otağa daxil olanda, mən otağa nə oldu indi bunu? Mən otağa daxil olanda ailə masa arxasında otururdu. Mən otağa daxil olanda ailə masa arxasında otururdu. Buradakı ailə bilirsiniz nədir? Ailə üzvləri. Yəni, mən burada ailədəki bütün üzvlərə ayrı-ayrı müraciət elədim. When I entered the room, the family, yəni ailənin üzvləri masa arxasında oturmuşdu. Ayrı-ayrı şəxslər, yaxud əşyalar nəzərdə tutulduqda toplu isimlər cəmlik bildirir. Cəmlik bildirdiyi üçün də mən xəbərimi nə verdim? Cəmdə verdim. Gördünüz? Were sitting. Baxın, were-arın keçmiş formasıdır. Were-arın keçmiş formasıdır. Yəni, cəmdir. Mən xəbərimi cəmdə vermişəm. Deməli, isimlər cəmlik bildirəndə onların xəbərləri də cəmdə olur. Bunlar haqqında dərslərimizi öyrəndikcə, əlbəttə ki, öyrənəcəyik. Mən otağa daxil olanda ailə üzvləri masa arxasında otururdu. Yaxşı, keçək aşağıya. Yalnız cəmlik bildirən isimlər aşağıdakılardır. Yəni, buradakı isimlər yalnız cəmlik bildirdikləri üçün onların hər zaman xəbərləri cəmdə olur. People, insanlar, adamlar, police, cattle, malqara, sürü, naxır, poultry, ev quşları və s. Bəs biz bunları necə bir-birlərindən fərqləndirəcəyik və yaxud da biz bu sözləri ümumiyyətlə təkdə istifadə eləyə bilərikmi? Belə eləyək. The people are waiting for us. The people are waiting for us.
adamlar bizi gözləyir mənasını verir. The police were looking for mesela for their robber. Polis oğrunu axtarırdı. Polis oğrunu axtarırdı. People sözü insanlar mənasına gəldiyi üçün o ümumiyyətlə hər zaman are ilə istifadə, yəni xəbəri arda olur, özü ümumiyyətlə hər zaman cəm bildirir. Polisi təkdə istifadə eləmək istəsək mütləq, o zaman police officer, a police officer was looking for a robber kimi istifadə eləyə bilərik. Yəni polis işçisi oğrunu axtarırdı kimi yaza bilərik. İndi burada aşağıda bizim isimlərin, deməli mən bu yenə aşağıya düşüb uşaqlar, üzr istəyirəm, bunu düzəldim. Bu müddət vaxt keçməsin deyə onu bura kopyaladım, gözünüzün qarşısında olsun. İsimlərin təsnifatını bura yazdıq. Gəlin indi başdan nə öyrənmişik onu təkrarlayaq. Simple, sadə isimlər. Deməli nə oldu? Bir köçdən ibarət olan isimlər ayrı-ayrı hissələrə bölünməyən isimlərdir. Derivativ, şəkilçilər vasitəsilə sözü arxa, söz sonu və söz önü şəkilçilər vasitəsilə düzələn isimlərdir. Compound, mürəkkəb isimlər, iki sözü birləşdirən isimlərdir. Defislər, bitişik və ayrı-ayrı yazıla bilirlər. Eyni zamanda prepositionlar vasitəsilə bir-birlərinə birləşə bilirlər. Yəni bağlayıcılar vasitəsilə. Sonra proper, yəni xüsusi isimlər, common, ümumi isimlərə bölündü isimlərimiz. Xüsusi isimlərimiz, ümumi isimlərimiz iki yerə bölündü. Countable, yəni sayıla bilən, uncountable, sayıla bilməyən isimlərə bölündülər. Deməli, sayıla bilən isimlərdən fərqi nə oldu? Dedik ki, onlar həm təkdə işlənirlər, həm cəmdə işlənirlər, artikel götürə bilirlər. Bura misal göstərə bildik. Desk, map, boy, yəni ümumi isimlər. Bir də var kollektiv isimlər, yəni sayıla bilən isimlər iki yerə bölündü. Özü də toplu isimlərdir. Onlar da countable noun-da olduğu kimi nə oldu? Həm təkdə işləndi, həm cəmdə işləndi, həm də artikellarla işlənə bildi. Uncountable nouns nə oldu? Material adları bildirən isimlərə, yəni sayıla bilməyən isimlərdir. Material formasında görə bilərik biz onları və abstrakt, yəni mücərrəd formada görə bilərik. Material formasında yağ, duz, qızıl, material bildirirlər. Abstrakt, yəni mücərrəd formada sevgi, mehribanlıq, tarix kimi bir çox sözlərdə özlərini göstərirlər. Düşünürəm ki, bu günlük bu qədər kifayətdir, əziz şagirdlər. Bu gün sizinlə ismin bir hissəsini öyrəndik. Normalda mən bura suallar yerləşdirmək istəyirdim ki, öyrəndiklərimizi suallara tətbiq eləyək. Lakin istədim ki, ismi bitirdikdən sonra suallar üzərində baxaq ki, dərinliklə suallarda analiz eləyə bilək. Baxdığınız üçün təşəkkür edirəm. Ümid edirəm ki, sizin üçün faydalı olmuşdur. Görüşəndək.